Hörmətli müəllimlərimiz, sevimli məktəb yoldaşlarım və dəyərli dinləyicilərimiz, sizi Gələcəyin İşığı FM-in canlı efirində salamlayıram. Bugünkü buraxılışımız çox xüsusi, dərin məna daşıyan və hər birimizin qəlbinə doğma olan bir günə, 5 oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunur. Mən məktəbimizin 5A sinif şagirdi, şəhid məzunumuz Vüsal Kəmal oğlu Kazımovun qızı Nuray Kazımova. Bu şərəfli gündə mikrofon arxasındayım. Əziz dinləyicilər, 5 oktyabr tarixi bütün dünyaya müəllimlərin peşə bayramı kimi qeyd olunur. Bugün müəllim əməyinin, zəhmətinin və fədakarlığının layiqincə qiymətləndirdiyi ən ali günlərdən biridir. Bugün mən üçün daha da fərqlidir. Çünki mən özüm müəllimlər gününün müəllim ailəsinin bir üzvü olaraq qarşılayıram. Mən şəhid məzunumuz Vüsal Kəmal oğlu Kazımova qızıyam. Atam həm igid bir vətən oğlu, həm də təhsil sayəsində xidmətləri ilə tanınan bir ziyalı oldu. O, Lənkəran şəhər Uşaq Gənclər İdman Məktəbinin direktoru kimi fəaliyyət göstərir. İdmançı gənclərin yetişdirilməsinə, sağlam nəsil formalaşmasına töhfələr verir. Mənim anam Asil Kazımova isə Lənkəran Dövlət Universitetinin Xarici Dillər Kafedrasında müəllim kimi fəaliyyət göstərir. Tələbələrinə ingilis dili öyrədir və eyni zamanda yeni nəsil mütəxəssislərinə yetişdirilməsinə öz bilik və bacarığı ilə töhfə verir. Babam professor filologiya elmləri doktoru Kamran Kazımov isə Astara Pedaqoji Kollecinin direktoru olaraq uzun illərdir təhsilin inkişafına xidmət edir. Onun elmi pedaqoji fəaliyyəti təkcə bölgəmizdə deyil, ölkə miqyasında da yaxşı tanınır. Babamın ən böyük fəxarəti isə şəhidin atası olmaqdır. Beləliklə, mən müəllim ailəsində göz açmışam. Bu, mühitə böyümək mənim üçün həm böyük məsuliyyət, həm də ilham mənbəyidir. Mənim üçün müəllimlik sadəcə bir peşə deyil, həm də bir həyat tərzidir. Mən böyüyəndə müəllimlərimin zəhmətinə şahid olmuşam. Onlar necə yorulmadan bilik verdiklərini, necə səbir və qayğı göstərdiklərini görmüşəm. Əziz dinləyicilər, bir anlıq düşünək. Əgər müəllim olmasaydı, bugün bizim elmimiz, mədəniyyətimiz, incəsənətimiz, tibbimiz, hüququmuz, dövlətçiliyimiz hansı səviyyədə olardı? Müəllim olmadan inkişafdan, tərəqqidən danışmaq mümkün deyil. Ona görə də müəllim cəmiyyətin ən böyük dayaqlarından biridir. Mənim öz sinif rəhbərim də bu günün qəhrəmanıdır. Onun bizə göstərdiyi qayğı, diqqət, həm də dərslərimizdə, həm də həyat yolunda bizə verdiyi dəyər heç vaxt unudulmazdır. Bugün fürsətdən istifadə edib bütün müəllimlərimə, xüsusi də sinif rəhbərimə dərin təşəkkürümü bildirirəm. Unutmayaq ki, müəllimlərin işi gələcəyi formalaşdırmaqdır. Bugün məktəblisi, sabahın alimi, mühəndisi, həkimi, müəllimi, dövlət xadimi ola bilər və hər bir uğurun kökündən bir müəllim dayanır. Hörmətli dinləyicilər, mən bu əlamatlar gündə bütün müəllimlərimizi bir daha səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm can sağlığı, ailə səadəti
ömür yolunuzda uğurlar ve yetiştirdiğiniz şagirdləri daim sizə sevinç bəxş etməsini arzulayıram. Sağ olun, var olun. Gəlin görüşlərə dək.